Hər kəs salamlayıram. Dostlar, bax gördüyünüz bu qida dolmadır. İndi üstündəki gördüyünüz kələmlər qazan əlavə üstünə qoyurlar. Əksəriyyəti deyir bu nədir, belə yemək olar və s. Xeyr dostum, hər şey indi bu ətlə, bu dolma ilə olmur ki. Ondan gözəli yoxdur. İndi mən başa düşürəm, bir neçə müddətdən sonra, 1 ildən, 2 ildən sonra deyəcəklər ki, yox, elə salamatı budur. Sən bunu kletçatka əvəzi yeginən də elə vacibdir ki, yəni yanında başqa nəsə olsun. İnanın ki, mineralı, vitamini bundan dəyərli ola bilməz. Yəni 10 il bundan qabaq başqa ölkələrdə qurbağa yeyirdilər, başqa bir həşəratlar yeyirdilər, deyirlər fu bu nədir? Bugünkü gündə bu Bakıda satırlar elə bəhbəhlə də yeyirlər. İnanın ki, bundan gözəli yoxdur. Mən yenə deyirəm, elə ölkələr var ki, bizdə olan bu naz-nemətlər var, onlarda yoxdur. Olsa da ki, çox baha qiymətədir. Yəni vacibdir yenə deyirəm yanında başqa nəsə olsun. Elə bu tomatlı, bu kələmi yemək olur da, əsas odur insan ac qalsın. Mən bir daha söyləyirəm dostlar, əsas odur sağlamlığınızı qoruyun. Yəni təbii ki, başqa nə isə yemək istəyirsən, o öz yerindədir. Amma ki, indi mən bəzən olur xarici kinolarda insanlar oturur, necə yeməklər yeyirlər ki, biz onu heç yemərik. Hamının evində var, amma onlar necə bəhbəhlə yeyirlər, başa düşürlər ki, yox sağlamlıqdır. Yəni aristokratmı deyimmi, belə fərqli bir insanlardır, adekvat insanlar. Amma biz deyirik ki, yox, bizimki ancaq dönər olsun, kol olsun, nəsə yağlı bir şey olsun, batıraq ye. Ana vaxta kimi ye. Onsuz da artıq çəkimimiz var, amma yenə də üstəlik bizə dərs olmur. Biz yenə də yeyirik. Bir daha söyləyirəm ki, hamı istəyir arıqlasın, amma tamamlayan, davam eləyən yoxdur. Bir daha söyləyirəm ki, çalışın sağlamlığınızı qoruyun ki, ondan gözəl heç nə yoxdur. Hər kəsə uğurlar.